uşaqlar, YouTube videoma xoş gəlmisiniz. Tac düşdü başımdan. YouTube videoma xoş gəlmisiniz. Bugün sizlərlə bir yerdə axşam rutin videosu çəkəcəm. Və kombinimə 10 üzərindən bir dənə puan verir uşaqlar. Qəşəng alın məncə, düzdür. Ana, ey. Və bu videodakı kameramanım kimdir? Səs eləyin. Anacı. İki videomda uşaqlar sizinlə bir yerdə bir axşam rutin videosu çəkməliyəm. Baxın, saat tam olaraq 21:30-dur da, görürsünüz. Mən bu videoda qısaca nə edəcəyik? Axşam rutini. Bir yerdə salat düzəldərik, kofe içərik, hətta əynimizi belə bir yerdə dəyişəcəyik. Yəni ki, məncə çox əyləncəli bir rutin olacaq. Ona görə bugünlük tacımı atıram qırağa. Bu videonu əgər bəyənsəz, bəyənməyi, bir də abunə olmağı, bir də bildirimləri açmağı, bir də yorum atmağı unutmayın. Bir də hər şey istədim. Onda indi gedirik bir yerdə sizdən əynimi dəyişəcəm, gözləyin. Geçiş eləyim burada sizə. Necə bir geçiş eləyim? Salam uşaqlar, gəldim baxın. Əynimi də, pijamamı da geyinib gəldim. İndi Yeni ildə ailən. yeni il deyil, amma nə olsun sən də onu geyinmirsən də. Deməli uşaqlar, tacımı da götürdüm. Tacımı da taxıram başıma və gedirik indi özümüzə salat hazırlayırıq. 2 dənə kök, yəni daha doğrusu miqdara baxır. Limon, duz, istiot, şüyüt keşniş, bir də ki zeytun yağı. Yəni ki, bunlar lazımdır və bu arada bu salatı mən özüm öldürmüşəm. Onun dünyanın ən dadlı salatıdır. Sizlə bir yerdə də hazırlayıb yeyəcəm. Uşaqlar, hazırladım salatımı. Doğrudan yəni bunu hazırlayan yerdə ağzım şişdi da Bir uşaqlar. dənə baxım da. Götür. Kameramanımız da adına baxsın uşaqlar bir dənə. Elə olmaz ki, hamısını bir dənə yığım. Limon salatıdır da. Baxın şu ağzım şişir Allah haqqı. Dünyanın ən dadlı salatıdır. Sizə də verim bir dənə. Yeyin, yedizdirin. Hello, indi də oturmuşam uşaqlar, edit eləyirəm. Videonun kapak resmini düzəldirəm və bu telefonla da çəkiliş çox eləyəmirəm. Çünki buradan kapak resmini düzəldirəm, buradan da videonu editləyirəm. Və saatı da göstərim sizə. 22:41-də, 42 oldu, 22:42-də. Yəni ki, mən salatı axırın səfəsindən yeyəndən sonra videomu bağladım. Onda saat 22 tamam idi. 42 dəqiqədir ki, mən edit düzəldirəm və hələ də bitməyib. Hələ kapak resmini qutarmamışam, video editləməsini qutarmamışam. Yəni, ona görə hələlik sağ olun, sonra yenə başlayacağım. Uşaqlar, indi saat 00:09-dur. Anam yatıb, ona görə biraz çox səssiz danışmağa çalışıram. Mən haradasa 10 dəqiqə olar ki, edit işini qutardım. Yəni 2 saatdan çox edit eləyirdim. Videolarımı editləməyə çalışırdım. Bir də kapak fotoğraf düzəldirdim. İndi də haradasa 10 dəqiqə olar edit qutardım. Çay içdim özüm üçün, bir də o yerlərini çəkəmədim, yorğunluydum. İndi də dostum mən bir yerdə kinoya baxacağıq. Rev proqramı var, o dedi, yüklədim və indi də qorxu kinosuna var. Kinoya baxırıq indi. Qorxu kinosudur. Kinonun adı da Kanlı Tatilli. Hələ ki 3-cü dəqiqəsindəyəm, baxmıyorum necə olacaq, baxırıq hələ ki. Burada bir şey yazıq, burada söhbət də eləmək olur. Belli uşaqlar, yenə mən gəldim bu arada. Hələ də səssiz danışmağa çalışıram, çünki mama hələ də yatıb. Kinoya baxmadıq, yəni nə yalan deyim, çünki maraqlı gəlmədi. Bir 15 dəqiqə falan Yalçın haqqında baxdıq. Sonra çıxdıq. İndi də Roblox-a girəcəyik. Dostumla bir yerdə Roblox oynayacağıq.
gətirə bilmədim dünən, çünki yemək yedim və sonra kinoya baxdım 2 saat. Kinoya baxandan sonra da yatdım. Yəni mən yatanda saat 5 idi uşaqlar. Vloqum bilirəm biraz maraqsız oldu, amma təzə-təzə öyrənirəm. Uşaqlar biraz üzrlü sayında. Videomu bəyəndisə abunə olmağı, like atmağı, bildirimləri açmağı, yorum atmağı unutmayın. Bye bye.